Çox sağ olun, hörmətli sədr, hörmətli millət vəkilləri. Mən çıxış eləyənlərə diqqətlə qulaq astım və bir qeydimi istəyirəm, xüsusi vurğulayım ki, mənə belə gəlir, bu danışan həmkarlarımız Lenini zamanında çox yaxşı oxuyublar. Və elə bilirlər ki, qəzet təbliğat təşviqat vasitəsidir. Qəzet təbliğat təşviqat vasitəsi deyil. Qəzet sahibkarlığın bir formasıdır. Sahibkarlığın bir forması olan sahəyə konkret olaraq heç bir qadağa qoyula bilməz. Bu sahibkarlıqdır. Biri neft satır, biri pul dəyişdirir, biri qəzet çıxardır, məhsulunu satır, informasiya satır, biri televiziya açır. Buna niyə siz informasiya satılan tərəf kimi baxmırsınız? Dünyanın hər yerində bu pul qazanmaq mənbəyidir, biznes sahəsidir, sahibkarlıq fəaliyyətidir. Bugün deyirsiniz ki, burada mətbu orqanının rəhbəri ali təhsilli şəxsi olmayanda dayandırıla bilər. Başa düşmürəm, niyə? Xoşun gəlmir qəzetini alma, xoşun gəlmir oxuma. Sənin haqqını tapdalayır, məhkəməyə müraciət et, məhkəmə ilə onun hüquqlarını məhdudlaşdır. Qanunla hər hansı bir halda sahibkarlıqla məşğul olmaq istəyən insanın hüquqlarını məhdudlaşdırmaq olmaz. Bu mürtəci dəyişiklikdir. Kökündən yanlış bir şeydir. Adam cəmiyyətə informasiya satır. Pisdir, yaxşıdır, kriminal informasiya satır. Baş verən hadisəni qeyd eləyir. Bu sizi qane etməyəndə siz məhkəmə vasitəsilə bunu durdura bilərsiniz. Sabah deyəcəksiniz ki, onda humanitar sahəni qurtaran hər hansı bir şəxs texniki işlərlə məşğul olan bir firmanın sahibkarlıq firmasının başında dayana bilməz. Nə deməkdir bu? Mən menecerəm, işi təşkil edirəm. Qəzet işində heç yazmıram, baş redaktoram. Mən jurnalisti pulla dəvət edirəm ora, verirəm mövzunu, menecerlik eləyib, təşkil edirəm, bazara məhsul çıxardıram. Necə ola bilər ki, sən mənim hüququmu məhdudlaşdırasın, deyəsən sənin hökmən ali təhsilin olmalıdır və yaxud da jurnalist peşəsi ilə sən məşğul olmalısın. Bu çox yanlış, kökündən yanlış bir yanaşmadır və ona görə sözümün əvvəlində qeyd etdim ki, Lenini çox yaxşı hesab edirlər. Elə bilirlər ki, 20-ci əsrin əvvəlində İskra çap edirlər və bu da təbliğat təşviqat materialıdır. Bu qəzetdir. Dünyanın bugün mövcud dəyərləri bazara məhsul çıxartmaqdır. Turgut Özal rəhmətliyin anası bir televiziya kanalı haqqında misal demişdi. Demişdi, kanalı dəyiş, baxma. Xoşun gəlmir, alma, oxuma. Səni heç kim məcbur eləmir, cibindən də çıxardıb heç kim ona məcbur eləmir ki, pul verib o qəzet alasın. Sən informasiya almaq istəyirsənsə, hansı sahədə, o sahədə də gedib qəzet alacaqsan. Sənin informasiya tələbatını nə ödəyirsə. Buna görə hesab edirəm ki, birinci növbədə ali təhsili olmayan şəxsin hər hansı mətbu nəşrinin başında olmasını və 2 ay müddətini onun dayandırılmasını tələb eləmək qanuna ziddi, Azərbaycan konstitusiyasına ziddi, sahibkarlıq haqqında fəaliyyətə ziddi, özəl mülkiyyət və özəl sahibkarlıq haqqında qanuna ziddi. Kökündən yanlış da Azərbaycan konstitusiyası ilə bu ziddiyyət təşkil edir. Çünki Azərbaycanda heç yerdə yazılmayıb ki, kütləvi informasiya vasitəsi təbliğat təşviqat demək, xarakterli bir şey olmalıdır. Bu biznesdir, sahibkarlıqdır. Buna görə də buna kimsə hər hansı bir qadağa qoya bilməz konstitusiya qanunu pozaraq. Burada kifayət qədər geniş şəkildə jurnalistlərin hüquqları ilə bağlı, onların ağzına nə gəlməsi ilə bağlı yazdıqları ilə bağlı misallar səslənildi. Bugün Azərbaycanın beynəlxalq hesabatlarda da öz əksini tapan 3 jurnalisti həbsdədir. Barmağınızı qatlayın birini, deyin o 3 jurnalistin birin ki, o həbsi konkret olaraq şərəf və ləyaqətin tapdalanması ilə bağlı həbs olunub. Onların heç bir şərəf və ləyaqətin həbsi ilə bağlı deyil. Biri küçədə dalaşdığı bir qadının üzünə durduğuna görədir, biri narkotikaya görədir, biri isə hansısa, bilmirəm, terrorçu təşkilatlarla və yaxud yazıları ilə irqi, dini, milli, etnik separatizmi qaldırdığına görədir. Bugün Azərbaycan jurnalistikasında təhqir var. Mən bunu ürəklə deyirəm, Zahid Orucun sözündən də müqabilində. Barəmdə indiyə qədər kifayət qədər mətbuatda müxtəlif yazılar gedib, amma Azərbaycan mətbuatında hələ barəmdə gedən yazının birinə görə məhkəməyə müraciət etməmişəm, hamısının üstündən keçmişəm. Çünki mən
həqiqətən Azərbaycanda demokratik cəmiyyət quruculuğunu arzulayıram və hesab edirəm siyasi fəaliyyətlə məşğul olan, ictimaiyyətə, cəmiyyətə açıq olan insanlar bu məsələlərdə biraz dözümlü olmalıdırlar. Azərbaycan difamasiya haqqında qanunu qəbul etmək əvəzinə, söz mətbuat azadlığına təminat vermək əvəzinə, söz mətbuat azadlığını məhdudlaşdıran bu tipli qanun layihələrini bura çıxarmamalıdır. Və bu gün əgər Azərbaycan mətbuatında təhqir varsa, onu himayə edən, onun arkasında duran, o mətbu orqanının arkasında duranların böyük əksəriyyəti məmur təbəqəsidir. Bir jurnalist var bugün, jurnalist adına ləkə kimi qeyd edirəm. Barəsində 50 məhkəmə işi var, 50 dəfə həbsə düşüb çıxıb, yenə də axtarışdadır, amma hüquq mühafizə orqanları da bugün onu tapıb, məhkəmə qarşısına çıxartmayıb. 4 dəfə də həbs olunub, 4 dəfəsində də həmin qayda üzrə çıxıb və yenə də maliyyələşdirilir, yenə də çıxır. Kim çıxardır? Mən çıxardıram. Bugün Azərbaycanda bu tipli mətbuatın arkasında dayanan Azərbaycanın məmurlarıdır. Başqa heç kim deyil. Buna görə də mən hesab edirəm ki, bu tipli mətbuatın oxunmamasından və s. şikayətlənən buradakı həmkarlarımız diqqət etsinlər ki, Azərbaycanda oxunan mətbuatın əsas hissəsi Azərbaycan müxalifətinə yaxın və yaxud onun mövqələrini ifadə edəndir. 10 mindən yuxarı nəşri olan qəzetdə, ona yaxın nəşri olan qəzetin də hamısı Azərbaycan müxalifətinin mövqeyini ifadə edəndir. Bəli, Azərbaycanda sosial-iqtisadi vəziyyətin ağırlığı ucbatından. Çünki qəzetin biri bir çörəkdən də bahadır. Müqabilində qəzet alanların sayı azdır. Bəli, Argument Faktı da deyil, New York Times da deyil, Washington Post da deyil. Amma Azərbaycan mətbuatı, Azərbaycan əhalisinin sayı etibarilə nə qədər az olsa da digər mətbu orqanlarının hamısından yüksəkdir. Buna görə də hesab edirəm, mətbuatın üzərinə bu şəkildə gedəndə biraz da ədalətli olmaq lazımdır. Heç bir qadağa, heç bir halda Azərbaycanda söz mətbuat azadlığının, şərəf və ləyaqətin qorunmasının təmin etməyəcək. Mən heç bir mətbu orqanında vəzifəsindən, mövqeyindən, partiyalılığından asılı olmayaraq kiminsə şərəf və ləyaqətinin tapdalanmasının tərəfdarı deyiləm və ömrü boyu buna qarşı olmuşam. Amma bu o demək deyil ki, biz hər hansı bir qadağa tətbiq etməklə bunu aradan qaldıracağıq. Yox, qaldıra bilməyəcəyik. Bu təbii tənzimlənmə ilə və bir qədər də fərqli şəkildə yanaşma ilə, hakimiyyətin konkret olaraq fərqli şəkildə yanaşması ilə həll olunacaq. Mən adını çəkmək istəmədiyim, yenə deyirəm, qəzetlərin arxasında kimlərin durduğunu və kimlərin hansı adamları hansı formada təhqir etdiyini kifayət qədər gözəl bilirəm. Ona görə də hesab edirəm ki, bu məsələlərdə biz qanunlarda bir qədər yumuşaq yanaşmalıyıq, amma o dediyiniz mənəvi kriteriyalarda fərqli yanaşmalar olmalıdır. Heç kimə, yenə deyirəm, haqq verilmir ki, kim olmağından asılı olmayaraq onun şərəf və ləyaqəti alçaldılsın. Amma baxın ki, o şərəf və ləyaqətin alçaldılmasına gətirən bəzi səbəblər də elə ondan əvvəl digər mətbu orqanlarında jurnalistlərin başqa fərqli qaydalarda yazması ilə nəzərdə tutulur. Mən hesab edirəm ki, bu qanunda əlavə olunan dəyişikliklər Azərbaycan kütləvi informasiya vasitələrinə, o cümlədən söz mətbuat azadlığına yaxşı heç nə vəd eləmir. Çox sağ olun.